Şikayətçinin müraciətini izləyicilərin diqqətinə çatdırırıq. Bildirirəm ki, işğaldan azad olunmuş Füzuli rayonunun Dövlət Yarlı kəndi ərazisində aparılan tikinti quruculuq işlərini icra edən TVM İnşaat şirkəti tərəfindən əmək qanunvericiliyinin kobud şəkildə pozulması halları müşahidə olunur. Belə ki, şirkət tərəfindən çoxsaylı işçilərlə yazılı əmək müqavilələri bağlanmır. Onlar elektron informasiya sistemində qeydiyyata alınmır. Məcburi dövlət sosial sığorta haqları və digər qanuni ödənişlər həyata keçirilmir. İşçilər briqada üsulu ilə qeyri-rəsmi şəkildə işə cəlb olunur və nəticədə əmək və təhlükəsizlik təminatlarından məhrum edilirlər. Eyni zamanda şikayətçi tərəfindən iddia olunur ki, orada iş icraçısı olan Kənan adlı şəxs həmin ərazidə qeyri-rəsmi fəaliyyət göstərərək qanunsuz şəkildə ferma təşkil etmiş xırda buynuzlu heyvanlar saxladı. Şikayətçinin başqa iddiasına görə başqa şəxslərin adına müxtəlif nəqliyyat vasitələri, o cümlədən yük avtomobilləri cəlb edərək öz xeyrinə mənfəət əldə edir. Şirkətdə çalışan işçilərin əmək haqları vaxtında ödənilmir və ümumilikdə ərazidə bir sıra qanunsuz fəaliyyət halları mövcuddur. Qeyd olunur ki, məsələ araşdırılacağı təqdirdə daha geniş qanun pozuntuları üzə çıxa bilər. Qeyd olunan hallar aşağıdakı normativ hüquqi aktların tələblərinin açıq şəkildə pozulmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi, Əmək hüququ Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7, 42 və 43-cü maddələri, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri, qeyri-rəsmi əmək münasibətlərinə görə qanunvericilikdə aşağıdakı məsuliyyət tədbirləri nəzərdə tutulub. Hər bir işçi üzrə 1000-2000 manat məbləğində cərimə, vəzifəli şəxslər üçün 3000-5000 manat məbləğində cərimə, hüquqi şəxslər üçün 20-0-30-0 manatadək cərimə xahiş edirik. TVM İnşaat şirkətində təcili dövlət yoxlaması aparılsın, bütün işçilərlə qanunvericiliyə uyğun rəsmi əmək müqavilələrinin bağlaması təmin edilsin, sosial sığorta və digər məcburi ödənişlər bərpa olunsun, qanun pozuntusuna yol vermiş vəzifəli şəxslər barəsində inzibati və cinayət tədbirləri görülsün.